Yenə qan xəstəliklərindən danışmaq istəyirəm. Mən bu haqda roliklərim vardı və insanlar yazırlar ki, niyə xəstəlikləri deyirsiniz, amma əlacını demirsiniz. Mən də qısa roliklər formasında paylaşım eləyirəm. Hamının başa düşəcəyi dildə. Yəni mən həkim olmadığıma görə çalışıram xəstəlikləri adi dilə, vətəndaş dilinə çevirim, hamı başa düşsün. Qan xəstəlikləri çoxlu forması var, amma əgər bir adamın qanında nəsə problemi varsa, mütləq qidalarına fikir verməlidir. Bu nə etməlidir? Bax, mən adi sıravi dillə deyirəm. Bir odur ki, orqanizmi ağ məhsulları, məsələn, tutaq ki, südü, qatığı, ayranı, pendiri və yaxud digər meyvə və tərəvəzlərini ağ tutdan və yaxud ağ almadan qırmızı rəng düzəltsin. Yəni qanın formasını alsın. Bir odur ki, məsələn, qırmızı almadan, qırmızı nardan, qırmızı qidalardan, ümumiyyətlə qırmızı rəngli qidalardan çoxlu qidalanmaq lazımdır. Əgər sizdə qanda problem varsa, mütləq qırmızı qidalar qəbul edin. İstər meyvə tərəvəz olsun, istərsə yemək. Qırmızı ət, qırmızı nə olur olsun, qırmızı rəngdə olsun. Daha yaxşı olar. Orqanizmi bir odur ki, əziyyətlə o ağdan qırmızı rəng alsın. Bir odur ki, adi qaydada. Yəni adi sıravi dildə hamı başa düşsün deyə dedim ki, yəni insanlar bilsinlər. Qırmızıdan qırmızı qan düzəltmək orqanizmi çox rahatdır və orqanizmi biraz rahat buraxmaq lazımdır. Ona əziyyət çəkdiyi əziyyəti orqanizmi qanı təmizləməyə sərf eləsin. Nəinki ağdan qırmızı qan düzəltsin. Mən sadə dildə dedim.